Sabah elə sonuncu çərşənbə axşamıdır. Bayrama çox az qalıb. Hörmətli telesəyər tamaşaçıları və bilirəm ki, hər kəs çalışır ki, bir tədarik görsün. Evinə artıq yeni və kənd məhsullarını belə gətirsin və süfrələrə düşsün. Və bir maraqlı təşəbbüs var ki, tez-tez bax bu haqda danışırıq. Kənddən şəhərə adlı bir yarmarka hər il Bakıda keçirilir. Gənclik metro stansiyasının ətrafında, yanında və elə Gülnar bağlantıda olacaq. Bəli, təbii məhsullar əldə etmək istəyənlər və sərfəli qiymət əldə etmək istəyənlər belə yarmarkalara üst tuta bilər ki, hazırda elə yarmarka ilə bağlı canlı bağlantımız olacaq. Gülnar bizimlə canlı bağlantıdadır. Sabahın xeyir olsun Gülnar, buyur, məlumatları səndən eşidək. Salam, sabahınız xeyir olsun. Ekran qarşısında bizi izləyən hörmətli tamaşaçılarımız və studiyadakı aparıcılarımız sizləri də salamlayıram. Hər birinizin günü xeyirli və uğurlu olsun. Bəli, bayrama qarışıb ölkəmizdə bayramlar ərəfəsindəyik. Müsəlmanların müqəddəs bayramı olan Ramazan bayramı və eləcə də milli bayramımız, əsrlərdən bəri qeyd olunan Novruz bayramı bu il üst-üstə düşür. Və elə buna görə də bu səbəbdən hər il ənənəvi olaraq keçirilən kənddən şəhərə yarmarkası yenə öz işinə başlayıb, artıq bir neçə gündür ki, fəaliyyət göstərir. Elə biz də bilmək istəyirik ki, görəsən yarmarkada alıcılıq səviyyəsi nə dərəcədədir, neçə sahibkar iştirak edir bu il yarmarkada və yaxud hansı yeniliklər var. Bu haqda bizə daha ətraflı məlumatı Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin şöbə müdürü Nilüfər Mustafa qızı məlumat verəcək. Nilüfər xanım, salam, sabahınız. Sabahınız xeyir olsun, xoş gəlmişsiniz. Zəhmət olmasa deyərdiniz, bu il yarmarkada hansı yeniliklər var, neçə sahibkar iştirak edir? Bu il yarmarkamızda 55 fermerimiz iştirak edirlər. Onlar 25 ayrı-ayrı regionumuzdan gəliblər. Fermerlərimizin gətirdiyi məhsulların çeşidi 145 saydadır və onlar burada ödənişsiz və piştaxta ilə, yerlə və tərəzilərlə təmin olunurlar. Hər zaman olduğu kimi bu bayramda da bayram yarmarkası üçün Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyət tərəfindən deməli bazar araşdırması aparılıb və maksimum dərəcədə fermerlərimizə tövsiyə xarakterli qiymətləri təqdim eləmişik. Onlar da burada yenə deyirəm, ödənişsiz şəkildə iştirak elədikləri üçün daha münasib qiymətə öz məhsullarını alıcılara təklif eləyə bilirlər. Qeyd eləmək istəyirəm ki, yarmarkamız mart ayının 18-nə qədər davam eləyəcək. Ünvanımız isə dəyişməzdir. Gənclikdə, Gənclik metrosu ilə üzbəyüz Atatürk Parkının içərisində yerləşir. 18 marta qədər hər birinizi gözləyirik. Təşəkkürlər Nilüfər xanım, ətraflı məlumat üçün. Bəli, kənddən şəhərə yarmarkasından mənim bugünə və eləcə də bu saatə sizə çatdıracaqlarım bunlar idi. Mart ayının 18-nə kimi vaxt var, gələ bilərsiniz, ziyarət edə bilərsiniz. Mən sizə sözü ötürəm studiya, orada bizi aparıcılarımız gözləyir. Hələlik. Biz də səni gözləyirik Gülnar, gəl və biz davam edirik hörmətli telesəyər tamaşaçıları.